Biz məchul növlə bağlı testlər danışarkən təkcə nəqli cümlə formatında yox, biz bunu ümumi sual cümləsində və xüsusi sual cümləsində görə bilərik. Yəni, bizdə məsələ budur ki, uşaqlar, məchul növü yaxşı bilmək üçün siz zamanlarla da bərabər sual cümləsinin növlərini də yaxşı bilməlisiniz. Siz bilməlisiniz ki, hər bir cümlə zamana uyğun olaraq ümumi sual cümləsində və xüsusi sual cümləsində istifadə olunur. Gəlin məchul növ formasını keçməmişdən öncə məlum növdə və nəqli cümlə formatlarının sual, ümumi sual cümləsinə və xüsusi sual cümləsinə çevrilməsi ilə bağlı birinci danışaq. Deməli, ümumi sual cümləsində struktur bu şəkildə olur. Deməli, biz köməkçi feilləri və yaxud da ki, modal feillərdən istifadə edirik. Daha sonra isə cümlənin mübtədasını qeyd edirik və əsas feili yazırıq. Sonra digər hissələrdə davam edir. Əsas feili qeyd edirik və sonda isə sual işarəsi qoyuruq. Bu bizim olur ümumi sual cümləmiz. Və təbii ki, hər bir zamanın özünün köməkçi feili vardır. Cümlədə indiki sadə zaman görsəz, bu do və does olacaq. Keçmiş sadə zaman görsəz, did olacaq. Gələcək sadə zaman görsəz, will, shall və məchul növdə artıq dəyişəcək. Təbii ki, will-də və shall-də be artırılır deyə will, shall, üstəgəl mübtəda, üstəgəl be, üstəgəl verb 3 forması olacaqdır. Bu məchul növə aid olan bir şeydir. Əmizarda was-verb isə yenə to be keçəcək mübtədanın əvvəlinə, sonra isə feil verb 3 formasına yazılacaqdır. Sonra, məsəl üçün testi sizə daim edici zamanda versələr, indiki daim edici zamanın özünün quruluşu bilir ki, to be üstəgəl feil və ing şəklindədir. Təbii ki, orada əmizardır indiki daim edici zamanda və elə əmizarda həm də köməkçi feildir. Xüsusi sual cümləsində məchul növdə olsun. Artıq orada siz, am, is, are, üstəgəl mübtəda, üstəgəl being, üstəgəl feil olacaq. Feil də yenə 3-cü formada olacaqdır. Çox xahiş edirəm uşaqlar. Çaşmırıq. Nəqli cümlədə struktur necəsə, cümlə sual cümləsində o şəkildə davam edir. Sadəcə olaraq köməkçi feillərimiz, yəni to be-lərimiz keçir cümlənin əvvəlinə. Və sonra həpəz görsəz, hədi görsəz cümlənin əvvəlində, sonra verb 3 versəniz, bu da indiki bitmiş, keçmiş bitmişin sual formasıdır. Sadəcə onu məchul növə çevirəndə biz demişik, bitmişlərdə feilin yanına bin əlavə olunur, daim edicilərdə isə being əlavə olunur. Gəldiyi zaman isə be əlavə olur, qalan hallarda to be özündə qalır. Və yenə deyirik, köməkçi feil, modal feil, üstəgəl mübtəda, üstəgəl əsas feil. Deməli, köməkçi feillərdən am, is, are, was, were, mübtəda feil 3-cü formasıdır. Bu məchul növdə oldu ümumi sual cümləti formatında. Gələcək zamanda will-dir, shall-dir, mübtəda üstəgəl be, üstəgəl feil 3-cü forması. Daim edici zamanlarda isə yenə am, is, are, was, were, üstəgəl mübtəda, üstəgəl being, üstəgəl verb 3 forması. Modal feillərdə isə modal feilləri yazırsınız, sonra isə mübtədanı yazırıq və be-ni yenə feilin verb 3 formasının yanında işlədirik. Bir də ki, bitmişlərdə isə yenə həd keçir əvvələ, yenə mübtədanı yazırsınız və be-in verb 3 formasını, yəni feilin 3-cü formasının yanında istifadə olunur. Bu da olur bizim ümumi sual cümləsinin məchul növdə işlənməsi. Bir də ki, bizə testlərdə ümumi sual cümləsində və ya xüsusi sual cümləsində verir. Siz zamanı müəyyənləşdirərkən çətinlik yaşamamalısınız. Nəyə görə? Özünüzü çaşdırmamalısınız. Yəni, adi şəkildə mən didi görən kimi görəcəm ki, bu nədir? Keçmiş sadə zamandır. Mən necəm elə? Didi gördüm keçmiş sadə zaman. Necə played feilini gördüm keçmiş zaman davam edirdimsə, yenə was axtarırdımsa, yenə davam edəcəm. Do-nu, does-ı gördümsə, indiki zaman yadıma düşəcək. Əmizarla davam edəcəm. Həvəzi gördüm həvəzlə, əmizar feil ing gördüm, yenə əmizarla davam edəcəksən. Biraz indiki zamanlarda uşaqlar do, does-ı və didi seçsə, digərləri köməkçi feil eyni deyə problem yaşamırıq. Məsəl üçün, indi suala baxaq. Sualda diddən istifadə olunub. Avtomatik zamanı müəyyənləşdirdim ki, bu keçmiş sadə zamandadır. Və deliver feili var. Yəni, bir fikirləşin ki, they delivered all the furniture. Bir də var ki, did they deliver. Yəni, bir var deyirəm ki, onlar bütün mebeli payladılar. Bir də var deyirəm, onlar bütün mebeli payladılar. Sual verirsiniz sadəcə olaraq. Və sual formatı yenə ümumi sual cümləsində ümumi sualla. Yəni, məchul növ. Siz yada saxlamalısınız ki, məlum növ ümumilsə ümumilən davam edirik. Məlum növ xüsusidən davam edirsiniz. Bir də ki, məlum növ inkardadırsa, inkarla davam etməlisiniz. Siz götürüb məlum növ inkar cümlədə işlənirsə, o məchul növ təsdiq yaza bilməlisiniz. Yəni, məntiqlə uyğun gəlmirsiniz artıq. Yəni, elə bir şey etməlisiniz ki, məlum növ məchul növə çevirərkən heç bir cümlə təhrif olunmamalıdır, heç bir halda. Və mən didi gördüm, mən avtomatik to be olaraq was axtaracağam. Buna görə variantlardan B-də izi, Y-də izi çıxıram və mən dedim ki, was və arasında qalırsınız. Və yenə həmişə kimi
They burada bizim mübtədamızdır. Təbii ki, məlum növ mübtədasından məchul növ mübtədası seçilməlidir. Baxıram variantlara, all the furniture, all the furniture. Aha. C variantında Z-yi gördünmü? Çıxıram. Getdi. Qaldımı aynı D arasında. Yenə was və all the furniture. Baxın uşaqlar, nə etməlisiniz? Mübtəda xəbər uzlaşması olmalıdır. All the furniture. Furniture möbel sözü sayılmır axı. Buna görə mən xəbərim təkdə olmalıdır. Sayılmayan isimlərin xəbəri təkdə olur. Mübtəda xəbər uzlaşmasını çox yaxşı bilməlisiniz. Buna görə də was-dan davam edəcəm. A da düzdür, D də düzdür bura qədər. Və qayda şərtimiz var ki, keçmiş sadə zamanda to be üstəgəl verb üçdür. Bizim binə ehtiyacımız yoxdur. Bin o zaman yazılar ki, burada həvəz olarsa. Ona görə variant olaraq D-ni seçirsiniz. Bu oldu bir sual tipi. Sonra, məsəl üçün, digər suala baxaq. Burada artıq do-dan istifadə olunub. Amma xüsusi sual cümləsindədir. Deməli, xüsusi sual cümləsi ümumi sual cümləsindən fərqi nədir? Xüsusi sual cümləsində biz artıq cümlənin ayrı-ayrı üzvlərinə sual veririk. Burada isə artıq quruluşumuz necə olacaq? Sual sözlər, yəni WH questionlar, how question üstəgəl, köməkçi feil, üstəgəl mübtəda, üstəgəl feil, sonra digər üzvlər. Heç bir zaman nə xüsusi sual cümləsində, nə də ki, ümumi sual cümləsində feillə köməkçi feil yanaşı ola bilməz. Bir dənə mübtədanın sualında diqqətli olursunuz. Baxın, burada yenə, baxın, where do they? Artıq bizdə do-dan istifadə olunub. Zamanımız hansı zamandadır? İndiki sadə zamandadır. Mən to be olaraq nə axtaracağam? Am, is, are. Getdik. Cümlədə mütləq to be olmalıdır. Mütləq to be olmalıdır. Vozu sildiniz. Qaldımı mən aynən yarasında. Və şərtim digəri nədir? Şərtim odur ki, burada sual verir ki, biznesdə ona məktubları hara göndərirlər. Misal üçün, burada artıq biz bilməliyik ki, məlum növdə, xüsusi sual cümləsində they burada nədir? Bizim məlum növü mübtədasıdır. Mən artıq məchul növü they ilə başlaya bilmərəm. Buna görə də Y variantına çıxıram. Artıq qalıram elə A variant arasında. Yeni verib, baxın, sentdən sonra gələn him sözü obyekt haldır. Oldu məchulu mübtədası, yəni adlığı. Sonra do they, do sent varsa artıq bizdə bu indiki sadə zamandır. Avtomatik indiki sadə zaman to be-si əmizar izi verdik. Sonra avtomatik biz orada sentdən istifadə etdik. Send üçüncü formaya saldıq. Moskvaya da cavabdır. V-nin əvəzinə Moskva deyə cavab vermişik. Önümüzdə isə yazmışıq. By them də verə də bilərik, verməyə də bilərik. Bunda testimiz doğru olur. Sonra digər bir sual tiplərinə baxaq. Biz həm xüsusiyə baxdıq, həm ümumiyə baxdıq. Gəlir isə indi yenə məchul növlə bağlı sual tipinə baxaq görək, yenə bununla bağlı sual tipi varmıdır? Deməli, uşaqlar, variantlara baxıram, testlərə baxırıq, görək tapa biləcəkmiyik biz. Deməli, həm xüsusini, həm ümumini ümid edirəm ki, yadda saxlamış olarsınız. Əsas məsələ struktura fikir verməkdir. Zamanı qarışdırmamaqdır. Təsdiqi təsdiqlə, inkarı inkarla yazmağınız çox vacibdir. Bunları etməsəniz, sizin testləriniz səhv olacaqdır. İndi variantlarda asanlıqla seçmək olur. Yəni, varianta çıxdaş edən sonra artıq o avtomatik olaraq deyir ki, mən buradayam, buyam. Amma diqqətli olmaq lazımdır. Misal üçün, gəlin buna baxaq. Yenə diddən verilibdir. Zaman olaraq keçmiş salibdə istifadə olunubdur. Didi görən kimi tapdım. Və mən didi görən kimi nə axtaracam to be? Təbii ki, am, is, are yox. Was və axtaracam. Keçmişdə olmalıdır. Was və axtaram. Variantlara baxıram ki, avtomatik D-ni veribdir. Bu çox asan bir testdir. Amma testlərdə sizə qarışdırsalar, diqqətli olarsınız. Çünki ardıcılığımız var. Sual sözü, sual sözlə saxlayıb sadəcə olaraq. Yenə sual sözü gəlir. Was-u verir. Sonra the child. Baxın, take bizim nəyimizdir? Feilimizdir. Take-dən sonra olan the child tamamlığımızdır. Dillə, you ilə başlasaq səhv olardı. When were you versə səhv idi. Child saxlayır. Take feilini taken salır. Üçüncü formaya, digərlərini isə by you-nu verə də bilərsiniz, verməyə də bilərsiniz. Deməli, siz məchul növlə bağlı biz bütün testlərin izahına baxdıq. Bütün zamanlarda verməyə çalışdım. Daim zamanda düşür, amma elə populyar deyil. Amma düşsə ehtiyatlı olursunuz. Orada bing yazılması mütləq şərtdir. Daim zamanda bingi görəcəksiniz. Bitmişlərdə bin lazımdır. Modallarda bir lazımdır. Bir də shelldə bir də bir mütləq yazılmalıdır. Və sual formatına salarkən bunlar hamısı feilin yanında olur. Bu tərəfdə köməkçi feillərimizi yazırsınız. Bu tərəfdə mübtədanı qoyursunuz. Digər tərəfdə isə köməkçi feillərimizi plus verb üçü yazırsınız. Quruluşa çox diqqətli verirsiniz. Xüsusi sual cümləsinin strukturu necəsə o şəkildə davam edirsiniz. Heç bir sual cümləsində köməkçi feillə feil yanaşı işlənmir. Buna diqqət yetirməlisiniz. Hansı cümlə məchul növə çevrilə bilər, onları çox yaxşı bilməlisiniz ki, məchul növlə bağlı sizə düşəcək imtahan tipləri bunlardır. Yəni, bundan ekstra əlavə başqa bir şey gözləməyin.
Hə, bir də qısa cavablar var. Qısa cavablar da verəndə yenə necə verəcəksiniz? Bir şey ki, məchul növdə soruşulursa, yəni o məchul növdə cavab da verə bilərəm. Bu şəkildə ümid edirəm ki, məchul növlə bağlı bizim imtahanda problemimiz olmayacaq. Ümid edirəm ki, mənim bu videolarım sizin imtahanda sizə dəstək olacaqdır. Hamınıza uğurlar.